Qarışıq dəniz məhsullarından saz hazırlayacaq. Deməli, aşminokumuzdur, krevetkamızdır, kalimarımızdır, midyemizdir və istifadə olan ərzaqlardır. Deməli, ilk öncə bizim 16-20'lik okean krevetkalarımızı yaxından götürürük. Bunları deməli qabıqlarını soyuruq. Mütləqdir ki, bağırsaqların təmizləmək üçün bu alt hissəsindən tutdum, dartdım, onun öz bağırsağı çıxır. Deməli, sazımızda 20 dənə krevetkamızdır, 20 dənə midyemizdir, bir dənə bütöv kalimarımız, aşminokun bir dənə ayağından istifadə edəcəyik. Kalimarımızı götürürük. Kalimarın dərsi soyulur. Kərə yağı əlavə edirik sazımıza. Növbədə sazımızın krevetkası var ki, onu da əlavə edirik saza. Gəldik əsas məqama. Növbədə bizim midyelərimiz var ki, yuyulub təmizlənir və bunun içində beləsinə buğuları var ki, qardaşlar bir də bunların buğularını təmizləyirik. Midyesini əlavə edirik. Sazı öz ağız dadımıza uyğun hazırlayırıq. Azda sarımsaq. Ziviyatlarını əlavə edirik. Paprikasıdır, pul biberidir. Özümüzə məxsus olan sosumuzdur. Onu gizlin saxlamağa çalışırıq. Sosumuzu əlavə edirik. Hazırdır. 4 nəfər ailəsi nəzərdə tutulub. Yolunuzu gözləyirəm sevgilərlə.